Xoş gördük İlm TV izləyiciləri. Bugünkü mövzumuz arxeologiyada son illərin yeni elmi nailiyyətləridir. Müsahibimiz isə tarix elmləri doktoru, professor, əməkdar jurnalist Qafar Cəbiyevdir. Qafar müəllim, xoş gəlmisiniz. Xoş gününüz olsun. Arxeologiya ictimai elmlər qrupunda ən maraqlı elm sahəsi hesab olunur. İndi mən arxeoloqam deyə demirəm bunu. Ümumiyyətlə bu cürdür. Çünki arxeoloq qabaqcadan o yazılmış kitabları oxumur, arxiv materiallarına işləmir. O materiallar ki, çoxlarına məlumdur. Arxeoloq çöldə gedir, axtarış aparır, qazıntı aparır və qazıntının hər dəqiqəsində qeyri-adi bir tapıntı gözlənilir. Mümkündür. Sensasiyaya səbəb olacaq tapıntı mümkündür. Allah rəhmət eləsin. Məmməd Əli Hüseynov Azıq mağarasına tədqiqat aparanda bir çənə sümüyü ilə dünyada məşhur oldu. Bir anın içərisində. Yəni bu cür tapıntılar Azərbaycan arxeoloqlarının praktikasında, fəaliyyətində çox olub. Və bütün bu tədqiqatlar, axtarışlar ona gətirib çıxardı ki, keçən əsrin 50-ci illərinə qədər Azərbaycanda insanın erkən məskunlaşmasının heç 4000 il tarixi olduğu belə bəlli deyildi. Amma təsəvvür edin, nə vaxt keçib ki? Nə vaxt keçib? 60-70 il ərzində artıq Azərbaycanda insanın erkən məskunlaşma dövrü arxeoloqların xidməti sayəsində gedib çıxır 2 milyon ilə. Qafar müəllim, siz öz yaradıcılığınızda ən maraqlı tədqiqat işlərinizi hansını qeyd eləyərdiniz? Mənim deməli, elmə gələndə ilk tədqiqat sahəm Azərbaycanın son orta əsrlər sənətkarlığı idi. O zaman mənə mövzunu elmi rəhbərim təqdim edəndə arxeoloqlar biraz qeyri-ciddi yanaşdılar bu işə. Daha doğrusu qeyri-ciddi bir mövzu kimi qəbul elədilər. Çoxları belə düşünürdü ki, 14-cü əsrdən sonraki dövr artıq arxeologiya deyil. Bunu etnoqraflar öyrənməlidir, digər mütəxəssislər öyrənməlidir. Amma mən araşdırma apararkən birinci onu müəyyən elədim ki, təkcə Azərbaycanda yox, əski Sovetlər Birliyi çərçivəsində, dairəsində bu problem heç kəs tərəfindən öyrənilməyib. Və maraqlı məqam odur ki, problemin içinə girəndən sonra qazıntılarda o materiallar axtararkən, onun izinə düşərkən onu da müəyyən elədim ki, burada dünya aləm var imiş. Nə qədər sirlər var imiş. Və təsəvvür edin, mən o mövzunu o zaman Azərbaycanda Arxeologiya üzrə Müdafiə Şurası yox idi. 85-ci ildə mən Kiyev Arxeologiya İnstitutunda, Ukrayna Arxeologiya İnstitutunda müdafiə elədim. Mənim dissertasiyamı Ukraynalı mütəxəssislər belə xahiş elədilər ki, onun ayrı-ayrı fəsillərin imkan ver, biz çap eləyək burada. Bizim mütəxəssislərin buna ehtiyacı var. Bu mənim namizədli işim. O namizədli işi əsasında yazdığım Azərbaycan keramikası kitabım MDB məkanında dərslik kimi istifadə olunur bu gündə. Yəni orada şkala vermişəm mən. Amma doktorluq mövzusu mən bir qədər getdim qədimə, Albaniya mövzusuna girişdim. Girdiman problemini araşdırdım. Bu Albaniya mənbələrdən bəllidir ki, bir neçə vilayətlərdən ibarət olub. Həmin vilayətlərdən də biri Girdiman vilayəti olub. Girdiman vilayətləri uzun 2 əsrə yaxın Albaniya dövlətini idarə ediblər. Və erməni tarixçiləri başda və ilk olaraq Suren Yeremyan Moskvada işləyirdi bu. SSR Şərqşünaslıq İnstitutunun Qafqazşünaslıq şöbəsinin müdiri idi, akademik Yeremyan. O vaxtı, o 30-cu illərin sonu, 40-cı illərin əvvəllərində bu Girdiman məsələlərinə, Albaniya tarixi ilə də məşğul olub. Girdiman məsələsini yazarkən aparıb çıxardıb Girdimanı Qazax, Tovuz ərazisinə. Bu da məqsəd idi. Girdiman Alban dövlətçiliyinin bir növ özəyi idi, yadrosudur. Yəni Girdiman feodalları Alban hökmdarları idi. O Tovuza, Qazağa ona görə aparıb ki, çatdırıb o Ermənistan sərhəddinə. Gələcəkdə Albaniyanı özünə yükləşdirmək. Əgər Girdimanı bunlar erməni ərazisi hesab eləyə bilsəydi, asanlıqla Albaniyaya sahib dura bilirdi. Və əfsuslar olsun ki, Yeremyandan sonra bizim Albanşünas alimlər də
o problemə giriş bilməyiblər. Birincisi, bizdə 50-60-cı illərin əvvəllərinə qədər Albanşünas mütəxəssis olmayıb. Albaniya tarixi zəif öyrənilib. İkincisi, Yeremyan Moskvada oturub. Burada nə yazırlar? Göndərirlər, o redakt edir, dəyişir. 3 il Azərbaycan tarixinin 1-ci ildə çıxanda Azərbaycanlı mütəxəssislər Girdimanı Şirvan ərazisində veriblər. Gedib bu kitab Moskvada redakt olunanda həmin Yeremyan onu dəyişib yenə aparmışdı o istiqamətə. Ona görə də bizim Albanşünas alimlər akademik Ziya Bünyadov da, akademik Fəridə Məmmədova və digərləri də Girdimanı yerin dəqiq müəyyən edə bilməyiblər. Girdiman ilə qalıb Tovuz, Şəmkir, Qazax. Bu mövzunu mən götürdüm və ilk dəfə araşdırdım bunu arxeoloji materiallar əsasında, mənbə yazılı qaynaqlar əsasında, etnoqrafik materiallar, toponimika, qədim toponimlər əsasında və son nəticə bu oldu ki, Girdiman vilayəti o deyilən ərazidə deyil. Girdiman ərazisi şərqdə Ağsu çay, qərbdə Daşağıl çayı. İndiki İsmailli, Qəbələ, Oğuz rayonları Baş Qafqaz sıra dağlarının cənub ətəyindən başlayaraq cənubda Kür çayına qədər olan bir ərazini əhatə edib. Və burada Cavanşirin adına olan qala buradadır, Girdiman qalası buradadır. Mehranlərin saldığı Mehravan şəhərini mən axtardım, tapdım. Deməli, mənbələrdə adı çəkilirdi, şəhərin yeri bəlli deyildi. Mən onu araşdırdım, tapdım və beləliklə Girdiman problemi mən öz tədqiqatlarımın o nə deyim, piç nöqtəsi hesab edirəm. Demək olar ki, həll elədiniz. Hə, o artıq bizim tarixşünaslıqda o məsələ oturdu. Sonrakı dövrdə bir müddət mən bu yeni Albanşünas elmi mərkəzi yaradıldı akademiyada cənab prezidentin tövsiyəsi ilə. Mən akademiya rəhbərliyi məsləhət gördü, o mərkəzin rəhbəri oldum və o istiqamətdə xeyli işlər görüldü. Sonra hadisələrin inkişafı belə oldu ki, akademiyanın o strukturu yenidən təsdiqlənərkən bəlli oldu ki, akademiya sistemində mərkəzlər ola bilməz. Əvvəldən də əslində düzgün yaradılmamış. Çünki mərkəz özü institutdan böyük bir anlayışdır. Böyük bir əhatə dairəsi, problemi əhatə baxımından. Ona görə mərkəzlərin hamısına fəaliyyətinə xitam verildi. Və ondan sonra mən düşündüm, yeni bir şöbə. Mənə düzü təklif olundu ki, orta əsrlər tarixi şöbəsi var, arxeologiyası şöbəsi var, onu götür. Dedim, yox, artıq zaman dəyişib. İndi Türk-İslam məsələsi çox qabarıqlaşıb. Cənab prezident hələ Xankəndindəki çıxışında dedi ki, bizim bir ailəmiz var. Türk dünyası ailəsi, Türk dövlətləri ailəsi. Və bu istiqamətdə fokuslanmaq lazımdır, tədqiqatları bura yönəltmək lazımdır. Və onun da kökündə dururdu ki, mən son illər İslam dövrü abidələrində bir sıra uğurlu tədqiqatlarım oldu. Bunlardan ən mühümü bu pandemiya dövrünə düşdü. Şamaxı rayonunun Avaxır kəndində bir ziyarətgah açdım mən. Ömər Sultan ziyarətgahı. Deməli, Azərbaycanda sufizm yayılanda onun ən mühüm qollarından da biri olub xəlvətlik. Xəlvətliyin də banisi bütün dünya qəbul edir ki, banilərindən biri, bəlkə elə birincisi Pir Ömər olub. Türk dünyasında, İslam dünyasında Pir Öməri axtarırlar ki, Pir Ömər harda yaşayıb, harda doğulub, onun türbəsi haradadır, məzarı hardadır. Bu geniş bir axtarış mövzusudur. Türkiyənin özündə bununla bağlı uzun illər axtarışlar gedir. Mənim tədqiqatçı dostum var. Bir gün mənə, biz Ağsuda işləyirdik. Dedi ki, Qafar müəllim, bəs belə bir şey var. Yusif Müskirin əsərində adı çəkilir Pir Ömər Avaxılı. Bu əsəri də o vaxtı Mehmet Rıhtın deyilən bir İslam şünas alim var idi. O üzə çıxarmışdı. Gedək bir Avaxıla baxaq. Orada deyirlər, belə bir şey ola bilər. Çünki araşdırdıq, Qafqazda, Azərbaycanda Avaxıl deyilən başqa bir yer yoxdur. Bu Avaxılı nəsə bir şey deyir də. Orada soraqlaşanda bəlli oldu ki, burada bir ziyarətgah var. Öz adı nədir? Ömər Sultan ziyarətgahı. Etdik, gördük, bir iri qoz ağacıdır, çoxusu belə, ətrafında daş, qəbirlər. Və TİKA-nın maliyyəsi ilə biz orada işə başladıq.
dərhal müəyyən şeylər üzə çıxdı. Türbənin qalıqları artıq üzə çıxdı. O məqamda 2020-ci il may ayının 25-də cənab prezident Mehriban xanımla birlikdə Şamaxıya səfərləri çərçivəsində həmin yerdə oldular. Abidə ilə tanış oldular və ondan sonra məni Heydər Əliyev fonduna dəvət elədilər. Dedilər, orayla bağlı nə lazımdır? Fond hazırdır, sənə kömək eləyəcək. Bircə sən o işi uğurla başa çatdır. Və cənab prezidentin Mehriban xanımın gəlişi çox düşərli oldu. Onların duaları ilə qəbul oldu. Getdi o pandemiya ilə bağlı yaranmış fasilədən bir 10 gün sonra işə başladıq və 2-3 gün sonra Pir Ömərin kitabəsini tapdıq. Siz inanın ki, o qalıqların arasında, qoz ağacının kökünün içərisində, divarın içərisində möhtəşəm bir kitabə. Kitabədə bu türbənin, bu abidənin Pir Ömərə aid olduğu, Pir Ömərin özünün şəxsiyyəti, bunun dəfn tarixi, titulları, hamısı orada çox mükəmməl şəkildə bir kitabı aşkar oldu və çox sağ olsunlar ki, ölkə rəhbərliyi, Mehriban xanımın rəhbərliyi, Heydər Əliyev fondu o abidənin konservasiyasını öz üzərinə götürdü və həmin abidə artıq konservasiya olunub, tam mükəmməl bir vəziyyətdə açılış gözləyir. İndi yəqin ki, müəyyən məqamı yetişəndə onun cəmiyyətə təqdimatı olacaqdır. Bu belə. Ondan əvvəl mən Ağsuda tədqiqatlar apardım. Ağsu tədqiqatları Azərbaycanda ilk tədqiqatlardan biridir ki, bu özəl sektorun təşəbbüsü ilə baş verdi. Yəni, Miras İctimai Birliyi mənə müraciət elədi, akademiyaya müraciət elədi ki, biz vəsait veririk, şərait yaradırıq, akademiya orada tədqiqat aparsın. Belə bir şəhər yeri var Ağsuda, Xaraba şəhər deyirlər. Ona deyirlər ki, Yeni Şamaxı, yəni Şamaxı Nadir Şah dağıdandan sonra ora köçür və s. Nəysə, onların layihəsi əsasında 2010-cu ildə mən orada tədqiqata başladım, mənim rəhbərliyimlə. Çox böyük sahələr açdıq. 18-ci əsrin şəhərin, demək olar ki, şəhərin bir 1/10 hissəsini açdıq, 7 sahədə və orada nələr çıxmadı. Nələr çıxmadı? Şəhərin sənətkarlar məhəlləsi, şəhərin qala divarları, su təchizatı və kanalizasiya şəbəkəsi, hamam kompleksi, şəhərin cümə məscidi və nəhayət orada 7 metr dərinlikdə onların buzxana anbarını aşkar elədik. Geniş ərazisi olan bir buzxana anbardır. Yəni, Ağsu isti olan yerdir deyə orada xanlıq, hökumət səviyyəsində də söhbət gedir Şirvan xanlığından, Şamaxı xanlığından. Şamaxı xanlığının paytaxtı idi o zaman Ağsu. Orada o strateji əhəmiyyətli ərzaqlar saxlanılırmış. Həmin ərazinin o üstü çöküb eləyib, onu təmizləyərkən oradan 2 dəfinə çıxdı. Dəfinənin biri gümüş pullardan ibarət idi. Azərbaycan ayrı-ayrı xanlıqlarda zərb olmuş pullar idi. Digər dəfinə qızıl pullardan ibarət dəfinə. 37 ədəd qızıl pul çıxdı orada. Deməli, 1791, 92, 93, 96 və 1800-cü ilə aid qızıl Holland dukatları çıxdı. Çox nadir bir. Yəni, Azərbaycanda 100 ildir ki, arxeoloji tədqiqatlar gedir və elmi xətlə, arxeoloji tədqiqatlar xətti ilə yeganə dəfinədir, qızıl pullardan ibarət ki, Ağsuda tapıldı. Miras İctimai Birliyi sağ olsun ki, bütün o biz öyrəndiyimiz sahələri konservasiya edərək, üzərin çox möhtəşəm model bağladılar. İndi ora, əvvəlcə biz oranı arxeoloji turizm kompleksi kimi təqdim edirdik. Onun ardınca cənab prezidentin xüsusi sərəncamı ilə Ağsu oldu Dövlət Tarix Qoruğu, Tarix və Mədəniyyət Qoruğu. Bu gün indi turistlər, yerli turistlər, xarici turistlər ora axışır və hamısı da heyrətlə o açılan, tapılan əraziləri seyr edirlər. Maraqlı tapıntılardan biri dediyim Baskal tədqiqatlarımızdır. Məsələn, son vaxtlara qədər Baskalın 200-250 illik tarixi bəlli idi. Yəni, bu və digər yazılı qaynaqlarda, nə bilim,
kimlərinsə xatirələrində, qəzet materiallarında xatırlanırdı. Biz Dövlət Turizm Agentliyinin sifarişi ilə 2018-ci ildən başlayaraq orada tədqiqata başladıq. Çünki bilirsiniz, Cənab Prezidentin Böyük Baskal layihəsi ilə bağlı xüsusi sərəncam var. O sərəncam çərçivəsində görülürdü bu işlər. Ekspedisiyanın maliyyəsində Dövlət Turizm Agentliyi verirdi. Biz orada bir köhnə məscid yeri var. O məscid 50-ci illərdə yanıb, dağılıb, sonra onu ala-yarımçıq bərpa ediblər, neyiniblər. Sonra da sıradan çıxıb biz həmin bir Baskalın o kanalizasiya şəbəkəsini birinci aşkar elədik. Daha doğrusu agentlik onunla maraqlı idi ki, bura şəhər tipli qəsəbədir. Baskal orta şəhəri mədəniyyəti var orada. Görək bunların su təchizatı necə olur, kanalizasiyası necə olur. O istiqamətdə müəyyən tədqiqatlar apardıq. Onun ardınca o məscid dediyimiz yerdə tədqiqata başladıq. Nələr özəcək? Birinci, 16-cı əsr məscidinin 4 sütunun, möhtəşəm sütunun bünövrə hissəsini tapdıq. Tədqiqatlar davam etdirilərkən alt qatda çoxlu yaşayış qalıqları. Təsəvvür eləyin ki, 9 tikinti qatı müəyyən oldu. Tikinti qatı bilirsiniz nə deməkdir? Yəni, bir sakin 10-cu əsrdə bir bina tikib orada, 70-80 ildən sonra, təxminən 90 il, belə bu arada bina köhnəlib, onu söküblər, onun yanında təzəsini tikiblər. Artıq ikinci qat yaranıb. O binada köhnələndən sonra növbəti. Bu cür 9 qat üst-üstə. Və maraqlıdır, o evlərin divarları çoxu, bəzi yerlər, belə fraqmentlər qalıb. Amma evlərin içərisində döşəməsi ki, sarı palçıqla suvanıb, döşəmə əvəzdə. O döşəmə yerləri elə gözəl qalır, o kəsiklərdə baxırsan, hamısı aydınlığı ilə görsənir. Və beləliklə biz həmin ərazidə Baskalın 1000 illik tarixini tapdıq. Bunun ardınca o agentlik su təchizatı qurğusu tikərkən yaxınlıqda. Oradan tapıntılar üzə çıxdı, təsadüfən o 2000 il tarix verir. Deməli, Baskalın tarixi getdi 2000 ilə. Bunun ardınca orada qalalar deyilən ərazi var. Peyk görüntülərindən hiss olunurdu ki, orada nəsə var. Amma yer üstü heç bir şey yoxdur. Yazılı qaynaqlarda da heç bir şey yoxdur. Biz həmin ərazidə tədqiqat apardıq. Ayrı-ayrı nöqtələrdə yoxlama qazıntı qoyduq. Bəlli oldu ki, 7-ci əsrin sonu, 8-ci əsrə aid burada böyük bir qala olub. 40 hektar ərazisi olan qaladır. Azərbaycanda sahəsinə görə ən böyük qaladır. Yer üstü heç bir əlaməti yoxdur. Amma qazdıq divarları 2 metr hündürlüyündə divar qalıb. Divarın eni 2 metrdən çoxdur. Giriş qapısını bir yerdə aşkar elədi. Yəni, möhtəşəm bir şeylər oldu. Qafar müəllim, siz həm də beynəlxalq tədbirlərdə çox iştirak edirsiniz. Bax, Azərbaycanın qədim tarixini, arxeoloji tapıntıları necə təqdim edirsiniz bu beynəlxalq tədbirlərdə? Bizim fəaliyyətimiz elə ən mühüm istiqamətlərindən də biri budur və belə də olmalıdır. Əfsuslar olsun ki, uzun illər Azərbaycan arxeoloqlarının aşkar elədikləri tapıntılar, onların nəşr elədikləri yazılar, kitablar, məqalələr, onlara məxsus olan yeni işlər akademiyanın divarlarından kənara çıxmayıb. Amma son illər, şükürlər olsun, bu istiqamətdə televiziyanın fəallığı artıb, kütləvi informasiya vasitələrinin fəallığı artıb və bunlar da imkan verir ki, alimə öz tədqiqatlarını təqdim edə bilsin. Həmin tədqiqatlardan biri də xaricə çıxmaqdır. Təkcə mən deyim, Ağsu qazıntılarımızla bağlı Milan Politexnik Universitetində 2 magistr dissertasiyası yazıldı. Ağsu qazıntılarının materiallarını biz İtaliyanın bir neçə şəhərində, Türkiyədə, Kiprdə, İspaniyada nümayiş elətdirdik. Onları sərgilərini açdıq. Yəni, orada maraq gördük. Və bu marağın nəticəsi nə olaraq bunu təqdim edən adamlar da o zaman üzə çıxırdı. Təsəvvür eləyin, keçən illəri bir Şimali Makedoniyada, onların Ohrid şəhərində bir illik konferansları olur. Davamlı olaraq keçirilən beynəlxalq konferansdır. 25-dən artıq dünyanın elm mərkəzinin, universitetinin təşkilatçılığına. Orada o konfransı mənə həsr eləmişlər. Azərbaycan arxeoloqu filan kəsi. Onun ardınca türklər
Şimali Kiprdə, Kirnə şəhərində, yaxın Doğu Universitetində ikinci bir tədbir keçirdilər. O mənə olan, deyək ki, hörmətdən daha çox bu ölkəyə, bu vətənə, bizim tariximizə olan münasibət idi, maraq idi. Hamısı oradan irəli gəlir. Başqa yerlərdə, son vaxtlar dünya Azərbaycan arxeoloqları beynəlxalq tədbirlərdə fəal iştirak edir. Şəxsən mənim o deyək ki, çevrəmdə olan komanda olmadığımız ölkə yoxdur. Və bu proseslər davam edir. İndi bu yaxında Qazaxıstanda böyük bir Almatada konfrans gözlənilir, ora gedəsiyik. Mən Qəbələ Beynəlxalq Ekspedisiyasının həm də rəhbəriyəm uzun illərdir. 45 ildir Qəbələdə tədqiqat aparıram. Qəbələnin 2500 illik şəhər olma tarixi tədqiq, araşdırıb, onun arayışını mən aidiyyəti orqanlara təqdim eləmişəm. Və məsələ qaldırmışam ki, Qəbələ sıradan bir şəhər deyil. Qəbələ Qafqaz Albaniyasının ilk paytaxt şəhəri olub. Albaniya isə Azərbaycanın ən qədim dövlətlərindən biri olub. Albaniya problemi Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ o problemində ön planda olan şeydir. Ermənilər bu gün də Albaniyasinə, Qafqaz Albaniyasına sahib durmaq, o deyək ki, hiccəsindən, əzmindən əl çəkmirlər. Onlar Qarabağda əfsuslar olsa ki, bax, müəyyən boşluqları biz özümüz veririk. Sovet dönəmində biz Qarabağı yaxşı öyrənmədik. Qarabağa lazım dərəcədə ekspedisiyalar ezam olunmadı. Ermənilər isə orada özlərinə baza yaratdılar, müəyyən işlər gördülər. Ermənistandan mütəxəssislər dəvət edildilər. Bizdən, Azərbaycan hökumətindən xəbərsiz orada fəaliyyətlər göstərdilər. Ona görə də indi Qarabağ tarixi ilə, Qarabağ arxeologiyası ilə bağlı deyək ki, internetə girirsən, müəyyən o, deyək Google-a girirsən, ermənilərin nə qədər materiallar üzə çıxır. Biz boşluq vermişik. Qəbələ məsələsinə gəlincə, mən bu məsələni qaldırdım ki, 2500 illik mən hesab edirəm. Albanşünas alim olaraq, Qəbələ Arxeoloji Ekspedisiyasının rəhbəri olaraq hesab edirəm ki, biz Qəbələnin 2500 illik yubileyini rəsmi səviyyədə qeyd etməyə borcluyuq. Bu bizə imkan verir ki, bütün dünyanın alimlərini gətirib göstərək ki, bax, Albaniyanın paytaxtı buradır. Qəbələ şəhəri, bax, bu qala divarları, bu burada görülmüş işlər, bu şəhərin ərazisi, bu orada böyük cənab prezident orada arxeoloji mərkəz açıb. Çox möhtəşəm. Avropanın heç bir ölkəsində elə arxeoloji mərkəz yoxdur. Onun laboratoriyaları, arxeoloqların qalması üçün, işləməsi üçün yerlər, deyək ki, sərgi salonları, toplandı keçirmək üçün gözəl belə bu cür salonları, hər şəraiti var. Qəbələnin hava limanı var, dəmir yol stansiyası var, Qəbələnin hər cür infrastrukturu var. Biz dünyanı niyə gətirib oraya göstərməyək? Və nəhayət görürsünüz, cənab prezident bu istiqamətdə nə işlər görür? Qəbələdə cənab prezident tapşırığı ilə neçə il bundan əvvəl konqres mərkəzi tikildi. Onu yaraşıq üçün tikmirdilər. Görürsünüz, Türk dövlətlərinin samitini orada keçirdilər. Bir dəfə MDB-nin tədbirini orada keçirdilər. Son vaxtlar cənab prezident orada xarici dövlətlərin başçılarını, hökumət başçılarını qəbul edir və biz xarici ədəbiyyata baxırıq, mediaya baxırıq. Orada nə yazırlar? Yazırlar ki, Prezident İlham Əliyev filan ölkənin liderin Azərbaycanın şimal paytaxtı Qəbələdə qarşıladı, qəbul elədi. Artıq ona bizdən xəbərsiz xaric ona ad qoyub şimal paytaxt. Faktiki Qəbələ sanki o qədim dövrdə paytaxt olub, sanki indi də paytaxtlaşır. Paytaxt funksiyaları. Ona görə də 2500 illiyin Qəbələnin keçirməyə vallah bizə hava və su kimi lazımdır. Və yeri gəlmişlər bir məqamı da deyim. Mən Qarabağda zamanında verilmiş boşluqları dedim. Bizdə Azərbaycana razılaşaq, açıq şəkildə də olmasa, millətçi səviyyələrdə, separatçı unsurlar səviyyəsində, elmi dairələr səviyyəsində Gürcüstan tərəfindən ərazi iddiaları var. Onlar çap edirlər ki, Balakən, Zaqatala, Qax, Sayıncıoy deyirlər. Bunların ərazisi olur. Dağıstandan yazırlar, şimal ərazimizə iddialar, çox sayılı nəşrlər gedir. Cənubdan bəllidir, cənub bölgəsi. Bu regionlarda zamanında, Sovet dönəmində də tədqiqatlar zəif gedib.
Və bu gün mən hesab edirəm ki, həmin regionlara diqqət artırılmalıdır. Biz abidələrimizə, tariximizə sahib durmalıyıq. Onu aşkar edib təqdim eləməyə bacarmalıyıq və borcluyuq buna. Çox sağ olun Qafar müəllim, çox maraqlı məlumatlar verdiniz, çox maraqlı söhbətə görə təşəkkür edirəm sizə. İnşallah mən sizə təşəkkür edirəm. Güman eləyirəm ki, hələ sizlə belə söhbətlərimiz çox olacaq.